Abqalarım. Bu da İbrahim'dir. Keçəl İbrahim. Bu da benim erim. Aslında çok güzel olarak dediğine atın. Elə o şey var idi, Onu jubile Kamil. Few moments later. Salih burada şov göstərir. Çivi gəlir, çivi. Salih və fanatları. Bir de qağayı. Bu da Muraddır. Yuqarıda bu Marmaris vlogundan tanış. Muradın məşhur zarafatları. Çıxartın, gedək görək nə edir burada da. Kamil, sen için hazır ayarlar gelsin. Rengi tam sen istediğin Kamil get ona yer açmır səni. Söz meşhur oldu. Söz Kamil. Bu gün elə iş keçər sabah. Ama onu açmırsan be. Spirti oldu bu. Hazır. Gel ben de bakalım. Bir stəkan asıl. Siz gələrsiniz. Sağ olun. Siz gəlmişsiniz. Ya, ümumi deyildi. Həmişə belə xeyir işlərə gələrsiniz. Amin. Müəllim sağlığı dedi. Seçən sağlığı dedi. Hiç sonunda müəllim adam başqa söyledi. The next day. Salam hər kəsə. Düzü bugün heç çəkməmişəm çünki çox yorğun oldum, qaça-qaçdan filan. Bir dənə bağlamam var idi. Bunu götürdüm bugün. Dedim bəlkə açanda sizə göstərim. Bir dənə köynək almışam. Çox bəyənirdim. Buradan palto göstərən indi gəlmişəm evə. Çox bəyəndim deyə bunu sifariş elədim. Mən belə tip köynəkləri çox sevirəm. İndi göstərəcəm. Baxın, belə bir şeydir. Qolları enli, bu formada. Buradan da bədənə oturan tipdir. Şəklini tapsam, ekrana harasa qoyaram. Trendyoldan almışam. Belə bardo və sonra nə rəngdir bu? Xardal rəngi formasında. Belə, bəlkə geyindim bugün. Normalda yumadan geyinmirəm, amma ola bilirsin ki, geyindim. Baxacağım, çünki baxacağım ya bunu geyinirəm, ya da boşmuşum. Neysə. Axşam sabah Salih artıq qayıdır Berlinə. Ona görə bugün Salihin dostlarının axşam yenə görüşəcəyik. İndi Salihin çamadanını yığacağım. Bu arada mənim çamadanımı Azal qırmışdı. Dünənlərim ödənişini elədi. Bugün getdiyim yeni çamadan aldıq. Qəşəng çamadanı bəyəndim. Ümid edirəm qırılmaz. Bir də üstəlik çixol da aldıq hər ehtimal. Belə, ilki bugün əlavə bir də heç çəkmərəm. Sabah bəlkə davam eləyərik. Düzü çox şey çəkmişəm. O qədər busy keçib ki, yəni bir hissəsini ancaq edit eləyə bilmişəm. O da ki, hələ paylaşa bilməmişəm. Alınsa, sabah da bürsün, çox güman ki, bürsü gün artıq Qusar vloqunu paylaşacağam. Siz bunu izləyəndə artıq Qusar vloqunu çoxdan izləmiş olacaqsınız. Nəysə, mən getdim. Sabah görüşərik. Hələlik. One eternity later. Bir daha salam. İstədim bu hissəsini səsləndirim. Deməli, biz sinif yoldaşlarımızla yığışıb 1-ci sinif müəlliməmizlə görüşdük. 1-ci sinifdən 5-ci sinifə qədər bizə Şükür müəllimə dərs demişdi və uzun illər sonra belə deyim, onu tapdıq, yenidən görüşdük. Yaxşı ki, mən Bakıda olan vaxtında təsadüf elədi. Mən də onu görmüş oldum. Həm də uzun müddətdir sinif yoldaşlarımı görmürdüm. Onlara görüşdük. Düzü burada biraz kövrəlmişdi. Müəllimə özü kövrəlmişdi deyə biz də avtomatik kövrəldik. Çox maraqlı gün oldu. Uşaqlıq illərimizi yada saldıq, məktəb illərini filan. Belə. Later. Salam hər kəsə. Mən hazırlaşmışam. İndi çıxacağam, qızalara baxmaq istəyirəm, Gəncəyə gedəcəm. Ondan sonra əgər bəyəndiyim olmasa Çumda bir üzük bəyənmişdim, gedib yəqin ki onu alacağam. Amma ilk öncə Gəncəyə baxmaq istəyirəm. Bu arada mən biraz xəstələnmişəm. Hardasa 2 gündür, ona görə demək olar heç nə çəkmirəm. Bugün biraz özümə gəlmişəm. Səsim yenə də belə bir təhərdir, boğazım ağrıyırdı. Salih bu arada qayıtdı Berlinə artıq dünən. Mən də bir həftə sonra qayıdacağam. Dünən bu arada ibtidai sinif müəllimimlə görüşmüşdük. 25 il sonra, yəni çox qəribə hiss idi.
Həm də sinif yoldaşlarımla görüşdük. Oradan da qısa görüntülər çəkmişəm, yəqin ki qoymuşam artıq. Bu dünən idi. Dünən gəldim, ondan sonra evdə dincəldim. Hava inanılmaz soyuq idi. Bu gün nisbətən yaxşıdır, amma yağış deyiblər yenə də. Mən də fikirləşdim ki, hava sönməmiş tez gedim evə gəlim. Belə, bu arada vlog editləyib qutara bilmirəm, heç vaxt eləyə bilmirəm. İnanılmaz yorulmuşdum. Dünən ilk dəfə idi ki, vaxtım oldu, evdə uzandım, dincəldim, biraz özümə gəldim. Həqiqətən o tükənmişlik sendromu yaşadım ilk dəfə yorğunluqdan. Məncə elə xəstələnməyimin səbəbi də o oldu, çünki qaça-qaçdan immunitetim düşdü. Yaxşı ki, tez bazar belə deyim, üstünə düşdüm və demək olar keçdi. Çox pis idim. Üstünüzə sağlıq. Nəysə, nəsə deyəcəydim, yadımdan da çıxdı. Bu arada xatırlayırsınızsa demişdim, Adal mənim bagajımı qırıb və axır ki, çox sayılı müraciətlərdən sonra pulumu qaytardı, bir hissəsini təbii ki. Biz də getdik, bagaj aldıq, Salih getməmiş, gəlin sizə bagajı göstərim. Belə bir bagajdır. XL ölçüdə. Çox qəşəngdir, çox bəyəndim. Ümid edirəm qırılmaz. Ümid edirəm Azal bir daha bagajı qırılmaz və belə bir çuxol aldıq. Mən qara rəngdə aldım, Salih də bagajdan almışdıq, onu da yaşıl. Çox gözəl bir çuxoldur. İstəsəz qeyd eləyərəm. Kimə maraqlı olsa, rəylərdə qeyd eləyərəm hardan almışdım. Belə bagaj məsələmi də həll elədim. İndi hazırlaşıram çıxaq. Bu çox sevdiyim dəri gödəkçəm giyinəcəm. Bu arada bunu verdim, rənglətdirdim. Çünki vintage ikinci əl almışdım bəzi yerlərində, qollarında filan. Belə ağartılar var idi, inanılmaz gözəl rəngliyiblər, təptəzədir və belə bir kəlağayı taxacağam. Bu mənim nənəmin kəlağayısıdır, qədim bir şeydir, əsl ipəkdir. Normalda kəlağayı çox da mənim stilim deyil, amma bunu çox bəyənirəm, həm rənglərinə görə, mənə yaraşdığını düşünürəm. Və rəfiqəm dedi ki, kəlağayı inanılmaz isti saxlayır, həm çox nazikdir, həm də həqiqətən əsl ipək olduğu üçün doğrudan da isti saxlayır. Məsələn, dünən bunu boğazımdan çıxarmamışdım. Bəlkə də kömək oldu, bilmirəm. Həm də nənəmin olduğu üçün mənim üçün qiymətlidir. Bunu özümlə Berlinə aparacağam. Çox sevdim bunu və taxacağam. Belə, indi gedirəm. Açığı bilmirəm, orada çəkiliş edərəmmi, etmərəmmi. Həm də çox şey çəkmişəm. Onların hamısını editləmək filan açığı gözümə durub. Nəysə, mən çıxım, yaxşısı. Sizə də ən pis halda aldıqlarımı sonda göstərərəm və parfum. Bunu vuracağım. Bir də belə bir loferlarım var, bunları geyinəcəm. Bunu əslində anama almışdım, amma anam olmadı. 37 razmer olsa da sən deməm Mal Amerikaymış. Mən normalda məsələn 36 giyinirəm, bu mənim ayağım oldu. Onu da mənə verdi. Belə. Bilməm, görsənmir buradan. Mən çıxım, gedim. Ümulukumu bilməm, görsənir burada sizə göstərirəm. Bir dəqiqə. Belə. Həm rahat, həm də stylish. 3 hours later. Gəldim gəncliyə. Qəşəng belə deyim qızıllar var idi. Burada bir sep bəyənmişdim. Çox qərarsız qaldım, alım almayım. Daha sonra almamaq qərarına gəldim. Sonra sırğalar falan da var idi. Açığı dəqiq bilmirdim tam olaraq nə almaq istəyirəm. Bu sırğaları məsələn inanılmaz bəyənmişdim. Çox stylish görsənirdi, topbuş. Bu üzüyü aldım sonda. Bir də bu klonu aldım. Günəş klonu çoxdan da istəyirdim. Belə. 12 hours later. Salam hər kəsə. Bugün heç çəkməmişəm. Əslində bugün bütün gün evdə idim. Saçlarımı yudum, Dysonla düzəltdim. Bugün axır ki rəfiqəmə qaytaracağam Dyson'ı. Sağ olsun demək olar. Gələndən məndədir. Keçən dəfə verdim, götürmədim, amma bugün aparacağam. Bəsdir artıq. Bu arada hazırlaşmışam demək olar. Geyinmişəm, makyaj eləmişəm. Bir dənə dodaq boyamı çəkəcəm. Bir də aksesuarlarımın qalanını taxacağam. Dünən aldığım üzüyüm. Bir də bu setimi almışdım, göstərmişəm sizə məncə. Digər üzüklərim. Sonra belə bir qolbağım var. Onu çox sevirəm. Mən normalda qolbaq sevmirəm. Taxmıram demək olar. Bu xoşuma gəlir. Və ən sevdiyim saatım. Ən sevdiyim saatım deyəndə mən normalda bir dənə saat taxmağı sevirəm. Yəni fərqli saatlar taxmıram. Daha öncə də Michael Kors'un belə iri saatı var idi məndə. Ancaq onu taxırdım. Daha sonra balaca bir şey istədim. Ondan sonra bunu aldım. Bunu alandan sonra da ancaq bunu taxıram. 2023-də almışam, səhv eləmirəmsə. İndi isə dodaq boyamı çəkəcəm. Bu Wet n Wild'dan aldığım dodaq qələmidir bunu. Oy. Bunu Edinburgh'dan almışdım. Göstərmişdim alan kimi də. Çox qəşəngdir.
Bu arada rəfiqələrimlə görüşməyə gedirəm. Bilmirəm dedim yoxsa yox. Axırıncı həftədir. Maksimum kimlə görüşə bilirəmsə görüşürəm. Bir də mənim sevimli dodaq boyamanı. Catrice. Bu möhtəşəm bir şeydir. Yəni çox bəyənirəm bunu. Bunun başqa rəngini də alacağam. Daha qəhvəyi tonda falan. İndi əslində gedəcəm quru təmizləməyə. Səhəlin bir pencəyi var, onu quru təmizləməyə verməliyəm. Daha sonra 28 tərəfə gedəcəm. Toxuduğum bu bluzda bir dəng çatmır. Onu alıb tamamlamaq istəyirəm gedənə qədər. Bunu da qram metroda xaladan almışdım. Daha doğrusu pul verdim, bunu verdi. Sonra isə istəyirəm bir də gedim 28-də Aptavoyda o gel üçün fırça alım. Fırçam yeniləmək istəyirəm. Onları alandan sonra gedəcəm Crescent Mall-a, qızlarla görüşəm. Belə, evdən çıxanda da ümumi lookumu göstərərəm sizə. Hələ ki, saat neçədir? Saat artıq 4-ə işləyib. Hələ tez əslində. Gedim bəlkə pencəyə verim, gəlim. Neysə, sonda sizə update verərəm. Mən hazırlaşdım, çıxıram. Evin açarı. Eynək. Çantamı götürəcəm. Böyük çanta istifadə edəndən sonra da balaca çantaya keçmək olur. Heç nəyə yerləşdirə bilmirəm. İşıqları söndürüm. Balkonu da bağlayayım. Telefonum. Parfüm. Bu ayaqqabılarımı giyəcəm. Ən sevdiyim. Əslində hələ tezdir. Sadəcə dediyim kimi işlərim var. Gedim onları həll edeyim. Pencəyə götürməmişəm. Yoxsa buradadır pencə. Buradadır. Paltomu giyəcəm. Yine ağ tüklerimi bilmirəm. Bu opşim. Hazıram. Qaldı sallayım pencəyi. Bu pencə yadınızda. Burberry. Bunu saxladıq ki, quru təmizləməyə verək. İndi bunu aparacağım. Bu qədər. Dərsən qaldı o bura otaqda. Gedim onu da götürüm. Mən qayıtdım evə. Düşündüm ki, bu qədər 5-lə 28-ə gedə bilməyəcəm. Ya Dyson aparmamalıydım. Ya da ki ora getməməliydim. Fikirləşdim ki, sabah boşam, elə sabah gedərəm. Həm də inanılmaz isti oldu mənə. Pencəyi verdim, gəldim evə. Hələ ki tezdir, birazdan çıxacağam. Bir də Leylanın bəyəndiyi bir dənə cim var idi. Onu aldım ona. Keçən dəfə içə bilməmişdi. Gedəndə onu aparacağam. Ona görə biraz beşim çox oldu. Düşündüm ki, sabah rahat gedərəm 28-ə, indi getməyim. Bir də mənə isti oldu. Başa düşmürəm ki, hava isinib, ya necə. Biraz tərlədim. Biraz gözlüyüm. Hələ ki saat 5-ə qalıb. Yəqin ki 6-nın yarısı çıxsam, bəs olar. Belə. Dedim sizə məlumat verim. Birdən sizə maraqlı olar. Gəldim, qızları gözləyirəm. Biraz burada oturacağım. Çünki kuloklar çox ağırdır. Gəzə bilmirəm. Biraz da burnum axır. Burası çox qəşəngdir. Mən gələndə, mən axırıncı keçən heç burada olmamışam. Mən gedəndə də heç burada tam hazır değildi. Amma çox gözəl oldu. Çox bəyəndim buranı. Crescent Mall bu arada. Ayşən də gəldi. Bunun qarnına var. Çox şirindir. Crescent Mall-da İtalyan restoranına Dolce Fernianti. Çox qəşəng idi interyeri, mənə Siciliyanı xatırlatdı. Fərqli atmosferi var idi, barı çox gözəl idi. Ümumiyyətlə ilk dəfə idi gəlirdim. Yeni açılıb, səhv eləmirəmsə. Yeməkləri də çox yaxşı idi. Nə sifariş verdiysə, hamısı çox dadlı idi. Biz çox bəyəndik, çox gözəl bir gün keçirdik. Sizə də biraz kadrlar çəkmişəm. Ay çox qəşəngdir. Belə şeydə, nədir onun adı? Korolevski servislər olur. Şeydir, Ayşə həmişə biz şeysə çaşqalar kəndi Mən çox sevirəm. O biri həyatında deyirəm, sadəqən tanılar. Qəşəng görsənli olan.
One eternity later. Salam hər kəsə. Mən biraz xəstələnmişəm. Səsimdən də hiss elədiyiniz kimi, əslində heç də yaxşı deyiləm. Elə görsənməsəm də, bəzənmişəm filan, gecə yata bilməmişəm. Boğazım ağrıyırdı, sol qulağıma aslajeniya verir və 2 gün sonra uçuşum var. İndi ona görə evin aşağısında klinika var, gedirəm ora. Görüm olur həkimi baxsın, nəsə bir dərman yazsın. Ondan sonra da qızlarla görüşəcəm. Arxam biraz dağınıq ola bilər, çünki xəstəyəm. Gedəcəm qızlarla, mamalarla görüşməyə. Keçən dəfə də biz belə görüş eləmişdik. O da hər dəfə təxirə düşürdü. Bu dəfə təxirə salmaq üçün istəmirəm. Çünki bugün alınmasa görüşə bilməyəcəyik. Axşam da yoldaşlarımla görüşməliyəm. Ümid edirəm axşama pisləşmərəm. Normalda səhərlər yaxşı oluram. Axşam əgər çölə çıxıramsa, elə bir üstünə gəlir. Məsələn, dünənlərim də düzdür evdə oturmuşduq. Sadəcə artıq gecəyə doğru görürəm ki, yəni yaxşı deyiləm. Ona görə bilmirəm. Görə axşama necə olacağam, ona əsasən biləcəm. Görüşəcəm yoxsa yox. Belə, bizə də update verim. Bu arada belə bir köynəyim var. Bunu təzə almışam. Çox qəşəngdir. Desən göstərmişdim unpacking-i. Dedim bugün geyinim çünki axırıncı günlərdir. Ona görə. Heç nə. İndi çıxıram. Gedim görüm həkim ordadırmı hələ. Gedirik, deməli qızlarla gedirik Şuşəbəndə, Nizami Park tərəfdə. Həmin restorana. Hələ ki gələndən getməmişəm. Bir dəfə də gedəcəm. Deyilənə görə qəşəng yerdir falan filan. Belə. Sizə də kiçik bir update verdim səsimlə, bu gözəl səsimlə. İndi çıxıram. Mən hazırlaşdım. Belə giyinmişəm. Bu eynəyimi taxdım. Başqa eynəyimi taxacaqdım. 5 saatda onu axtarıram. Tapa bilmirəm hara qoymuşamsa. Nəysə bunu taxdım. İndi gedirəm. Düşün görüm həkim ordadır yoxsa yox. Elədiyim kimi Şuşəbəndə yığışmışdıq. Xatırlayırsınızsa, keçən ildə mən Bakıya gedəndə mamalarla görüşmüşdük. Səhər yeməyinə getmişdik. Bu dəfə səhər yeməyə alınmadı. Düşündük ki, yenə də harasa gedək, birlikdə vaxt keçirək. Mən biraz xəstə olsam da yenə də bu görüşü təxirə salmadım. Düşündüm ki, görüşək, çünki sonra alınmayacaqdı. Oturduq, yemək yedik, çox maraqlı keçdi. Yeməklər çox dadlı idi bu arada. Biz günorta yeməyi yedik. Mən xəstə olduğum üçün həm də xarço sup sifariş elədim. Çox dadlı idi bu arada. Sifariş verdiyimiz hər şeyi çox bəyəndik. Daha sonra da şirniyyat filan, südlü baxlava sifariş elədik. Mən qusarda yeyəndən sonra çox bəyənmişdim və burada da yedik. Belə, əslində çox gözəl gün idi. Mən daha sonra yeməkdən, yəni dərhal sonra evə getdim, çünki biraz pisləşdim. Qızlar isə mamalarla qalıb daha sonra parkda da gəziblər. Mən gedib dərmanımı atıb sadəcə evdə yatdım. Xatırlayırsınızsa demişdim, iş yoldaşlarımla görüşməliyəm. Amma təəssüf ki, görüşə bilmədim, çünki həqiqətən çox pis idim. Sadəcə gedib evdə yatdım. Dedim, buradan da sizə kiçik bir update keçim. Belə. 3 hours later. Salam hər kəsə. Bugün əslində heç nə çəkməmişəm. Dünən xəstə idim. Bugün biraz özümə gəlmişəm. Dünən biraz evdə oturub. Səsim hələ də düzəlməyib. Biraz olar evə gəldim. Rəfiqələrimlə görüşdüm. Çünki sabah artıq axırıncı günümdür. Və sabah anamın ad günüdür deyə axşam onlarla olacam. Və səhərdə artıq belə deyim, yığışacam, eləyəcəm. Bir də ki, mamgilə gedəcəm. Oradan gedəcəm aeroporta. Çünki həm onlara sağollaşım, həm də aeroport ora daha yaxındır. Ona görə çox güman ki, bu artıq Bakıdan sonuncu kadrlardır. Bəlkə sabah ad gündən də biraz çəkərəm. Evimizi çox sevirəm. Bura üçün darıxacam. Alınsa, inşallah bəlkə payızda gəlməyi yenidən düşünürəm. Tək də olsa, Kəftəli falan istəyirəm gəlmək. Bu dəfə Bakıdan doymadım. Baxmayaraq ki, bu qədər yoruldum. Bu qədər qaça-qaçda oldum, amma nəsə belə çox xoşuma gəldi.
bilmirəm, elə bir darıxmışdım. Amma çoxlu rəfiqələrimlə çoxlu görüşə bildim. Bir dənə iş yoldaşlarımla görüşə bilmədim. Onların bəxtindən həmin gün çox pis dünən çox pis idim həqiqətən və dünən evdə oturdum. Həqiqətən də sağaldım. Baxmayaraq ki, səsim belədir, amma özümü yaxşı hiss edirəm. Dünən çox pis idim. Həkimə getdim. Bilmirəm buraları demişəm yoxsa yox. Mənə müalicə yazdı. Qulağım incidirdi filan dedi. Probka var. Düz onu yudura bilmədim çünki vaxtlarımız uyğun gəlmədi. Amma sağ olsun mənə bir iki şey dedi. Onları elədim. İndi artıq məni narahat eləmir. Demək olar əşyalarımın çox hissəsini yığmışam. Sabah qalanlarını da yığacağam. Evi biraz təmizləyəcəm. Və günortadan sonra gedəcəm mamgilə. Və bu bluzu tamamlayıram. Bunu bura gələndə belə deyim, demək olar bitirirdim. Sadəcə bu rəng sapım bitmişdi. Getdim aldım. Artıq bitmək üzrədir. Bu gün bunu birləşdirməyi planlayıram ki, qıraqlarını tikim eləyim. Bu tərəfini tikmişəm gördüyünüz kimi. Ancaq bu tərəfi qalıb. Bunu da tamamlayıb sabah təhvil verməyi düşünürəm. Bunu qardaşımın qızına toxunmuşam. İndi deyirəm əyninə olar. Bu qədər. Bugündən qısa update verim dedim. Sabahlarımda ad günündən biraz çəkərəm. Və çox güman ki, videonu orada artıq sonuncu görüntülər olacaq. Videonu izlədiyiniz üçün təşəkkürlər. Videonu like edib kanala abunə olmağı unutmayın. Növbəti vloglarda görüşənədək hələlik.